həyatınıza rəqs edəndə Zülfiyə xanımı formalaşdıran ən mühüm hadisə hansı olubdu və insanı uğura daha çox istedad aparır, yoxsa yaşadığı ağrılar? Mənə görə bir mənalı şəkildə istedad aparır. Hər ağrı çəkən adam istedadlıdır demək olmaz və yaxud da hər üzdə olan istedadı ilə belə deyim, pillə-pillə hər şeyi qazanan, zəhməti ilə qazanan adamların, yəni mütləq arxasında bir ağrı var demək deyil. Amma bundan çox razıyam, özüm də həmişə bunu müşahidə eləmişəm. Kadr qabağında işdə, peşəkar işdən danışıram təbii ki. Boş aktyorla, həyatını boş yaşayan aktyorla daha dolu və dolğun həyatı olan aktyor arasında çox fərq var. Çünki bizim kamera qarşısında silahımız gözlərimizdir. Boş göz həmişə bilinir. Ya sən onu peşəkarcasına gizlətməlisən, dolu vəziyyətdə kadr qabağına çıxartmalısan, əgər boşdur, belə ifadəsiz baxırsa, ya da həyat sənə bir şəkildə o ifadəni verməlidir. Yəni, çünki insanın bir yaşamışlığı olmalıdır mütləq. Çünki bu onun rollarına da təsir eləyir, nə mənada təsir eləyir. Sən onu doğru şəkildə yorumluyursan, doğru şəkildə yoğurursan və tamaşaçı qarşısına, izləyici qarşısına doğru şəkildə çıxardırsan. Ona görə mənə görə istedad da ən önəmlisi, amma istedad da, amma təbii ki, həyatda dolğun yaşamağın da təsiri mütləq var. Və sizin həyatınızda sizi formalaşdıran ən böyük hadisə hansı olubdu? Ki, bax, siz o təkan. Nə ümumiyyətlə formalaşdıran hadisələr 2020-ci ildən başlayıb. Yəni, o zamana qədər demirəm mənim həyatım boş və belə deyim, sıradan keçib. Xeyr, həmişə dolu həyatım olub. Yəni, kifayət qədər həyata hekayəm olub və s. Amma tamamilə dəyişdirən hadisələr 2020-dən başlayıb. Yəni, tamamilə dəyişib. Həm məni xarakter olaraq dəyişib, həm dünyaya ümumiyyətlə baxışımı dəyişib. Müəyyən şeyləri hiss elə... Dəyişib deyəndə mütləq qoymuram mən bunu ki, mütləq dəyişməlidir. Yox, məndən asılı olmayaraq dəyişib. Yəni, sən o axara düşüb gedirsən, bir də görürsən ki, artıq elə düşünmürsən, artıq hadisələrə elə yanaşmırsan, artıq yəni çox şeylərin dəyişir də. Yəni, sən hiss eləmirsən, o axarda o qədər dəyişirsən ki, əvvəlki insana qəribə baxırsan. Elə bil, o sənin içindəki sən olmayıb. Vizual olaraq sənsən, amma o düşünən, o tərzdə yaşayan adam sən olmamısan. Tamam dəyişir də insan. Müəyyən hadisələr mütləq insanı dəyişir. Dəyişmirsə, deməli, sən heç nədən dərs almırsan həyatda. Elə hər şey belə boş mənasız yaşayırsan, gedir. Nə gözəl. Ananızı itirmək həyatınızda necə bir boşluq yaratdı? O itkidən sonra özünüzü yenidən toparlamaq üçün hansı daxili mübarizələrdən keçdiniz və bu gün də onun yoxluğunu hansı anlarda daha dərindən hiss edirsiniz ki, yaxın itkinin nə olduğunu mən çox gözəl bilirəm. Ona görə istəyərdim buna siz bir ətraflı cavab verəsiniz. Dediyim elə o gedişat 2020-dən başlayıb, belə deyim. 2020-dən çox şey dəyişir. Yəni çox. Həyata baxışı dəyişir, yaşamaq üstündə olan mübarizəvi dəyişir. Ümumiyyətlə, həyatdakı bir çox demirəm mübarizə mübarizliyin azalır. Yox. Amma artıq bəsit şeylər sənin üçün elə bəsit səviyyəsində qalır. Yəni, onlar üçün heç mübarizə aparmağa dəyməyəcəyini bilirsən. Çox dəyişir, yəni. O qədər hadisə var ki, bəzi itkilərin gətirdiyi o qədər hadisələr var ki, sən həyatda bir şəkildə yaşamalısan. Belə bir el arasında deyim var, deyir, ölənlə ölmək olmur. Həqiqətən bu belədir. Ağrı şəklin azalmır. Bu ağrını çəkən sənsən. Amma hiss elədiyin an ki, o vəziyyət biraz azalır, o hissiyat. İlk günkü ağrı ilə sonraki ağrı artıq eyni cür olmur. Yəni, bu mümkün deyil. Mən ilk gündəki kimi ağrını hiss edirəm, elə deyil. Yəni, bu belə çox fərziyyədir. Bunu ancaq ağrı çəkməyən adamlar bilirlər. Sən ilk gündəki kimi ağrıları çəksən,
bütün həyatın boyu. Sən heç bir an yaşamazsan. Razıyam Yəni. sizinlə. Soyumursan. O Baş verən ağrılara hadisələrə soyumursan. öyrəşib o ağrılarla Amma davam. öyrəşirsən məcburiyyətdən sən o ağrını da qucaqlayırsan və o yola davam edirsən. Bu bir növ məcburiyyətdir, sığınırsan. Artıq sənin bir doğman, bir yaxının bu dünyadan köçübsə, fərq eləmir o kimdir. Yəni sən doğma bilirsənsə, o artıq sənin doğmandır. Birinci dərəcəli doğmanın ağrısı təbii ki, bir başqadır. Yəni itkisinin ağrısı bir başqadır. Sadəcə olaraq sən onu əvvəllər fiziki olaraq yanında görürdün. Ondan həmişə belə məsləhət alırdın. Sən onu artıq daxilə köçürdürsən və onu qucaqlayırsan. O yolda artıq içindəki ikinci mən olaraq qalır və sən elə bil içindəki o ikinci bir adamla həmişə nəyisə məsləhətləşirsən. Çünki sən onu yaxşı tanıyırsansa, bilirsən ki, burada nə reaksiya verərdi, nə deyərdi, hansı yolu sənə göstərərdi. Əgər sən o adamı, itirdiyin adamı yaxşı tanıyırsansa, səni onu içivə köçürtməyin çox rahat olur. Köçürdürsən və ondan daimi şəkildə məsləhət alırsan və çox qəribədir ki, fiziki olaraq yanında olmur, sən onu həmişə mənəvi olaraq yanında hiss eləyirsən. Çox qəribə bir şeydir. Və elə bil o hiss bəzən fizikidən də daha güclü olur. Sanki daha güclü o elə bilirsən sənin içində kimsə danışır və sənə məsləhət verir. Və bəlkə də fiziki sağ olanda o cür net eşitmirdin. İndi onu həm də bütün duyğularınla iç tərəfdən, eynən, çox gözəl tamamladınız. Yəni o səninlə birəbir söhbət eləyəndə o enerjini bəlkə də alırdı, nə? Yəni bəlkə də ölüm bizi möhtəşəmləşdirir. Bax, onu da bilmirəm. Yaxınlaşdırır. Daha da yaxınlaşdırır, ona görə daha hiss eləyirik. Çünki bizim artıq bağlanacağımız fiziki bir bağlılıq yoxdur. Ancaq buranı köçürdə bilərik. Bu daxili dünyamızda bir insanla rahat danışa biləcəyimiz ən yaxşı yerdir də. 100% ki, orada heç kim sirayət eləyə bilmir və çox bilirsən ki, artıq getməyəcək də. Yəni sən oranı danışmayana qədər itirməyə qorxurdunsa, artıq o qorxu da yoxdur. Çünki oradakı əbədi bir yerdəsən, Onunla razısınız Zülfiyə xanım ki, Allah Taala deyir, nəyi məndən çox istəyirsənsə, onu səndən alaram və səni onsuz da yaşadaram. Biraz Amma biz bunu yaşayanda kontrol altına ala bilmərik. Yəni, gəl mən az istəyim, birdən Tanrı mənim əlimdən alar. Hissi ilə yaşaya bilmərik. O artıq sevgisizliyə gətirib çıxardır və qorxaqlığa gətirib çıxardır. Bir növ sən qorxaq olursan, sevgini belə göstərməyə ki, qorxursan ki, birdən alar. Nədən qorxursan o başına gəlir. Amma ümumiyyətlə, qorxduğumuz şeylərin başımıza gələcəyinə mən inanıram. Bilmirəm o nə gücüdür, çəkimdir, nədir. Biz elə bil onu çəkirik. Çox qəribədir. Yəni, mən qorxduğumuz şeylərin başımıza gələcəyinə inanıram. Ya da biz qorxduğumuz üçün zaman, bəzi şeyləri, sevgi olan yerdə zaman qısa görünür də. Düzdür. Yəni, sevgi olan yerdə zaman qısa görünür. Elə bil, sevdiyimiz insanlarla keçirdiyimiz zaman çox qısadır. Əslində 30 il, 40 il, 50 il bəlkə bir yerdə keçirmirsən, amma o 50 il nifrət elədiyimiz, məsələn, insanla keçirdiyimiz zamanla müqayisədə çox qısa görünür. Biz sevmədiyimiz adamla 2 il vaxt keçirsək, o bizə bütün ömrümüz boyu gələ bilir. Amma sevdiyimiz adamlarla keçirdəndə qəribədir ki, çox qısa görünür. Fikirlərsən ki, mən bu ömürdə nə yaşadım? Bunlar oldu, amma ha vaxt oldu, nə zaman oldu? Və dəyərini də bilmirik ki. Bəli. Yəni bilsək elə o anları o qədər doya-doya yaşayarıq. Amma yəni mən düşünürəm, bəli, Tanrı elə bir düşünür ki, bəlkə də sevdiyim, yəni ondan çox sevdiklərimizi alır, amma mən onu kontrol altında saxlaya bilmərəm. Məncə heç kim saxlaya bilməz. Yəni ki, alacaq deyə. Çünki sevgini kontrol Çünki bizim ömrümüz nə qədərdir, yenə deyirəm, bilmirik. O ömrə sığdırmalıyıq sevdiyimizi demək məsələlərini. Sevgimizi hiss elətdirməyi, sözdə, hisslərdə hiss elətdirməyi o ömrə sığdırmalıyıq. Mütləq. O gedən insan və yaxud da mən gedəcəmsə ki, bu ölüm haqqdır da. Niyə içində düşünsün ki, bu yolda yəni mən kifayət qədər sevilməmişəm. Yəni insan var ki,
ölümə qədər Tanrı ona zaman verir, bir xəstəlik verir düşünməyə. İnsan var ki, bu qapıdan çıxır, ora gedənə qədər hadisə baş verir. Məndən soruşsaz ki, hansı yaxşıdır? Biraz zamanın olması daha yaxşıdır. Nəinki olmaması. Bəli. Evdən gülə-gülə insanlar var ki, doğmalarını yola salırlar. Yoxdur. Amma insan var ki, xəstəlik olur və o zaman olur onu özünü ifadə eləməyə. Peşmançılığını, sevgisini, vəsiyyətini çox şeydə, yəni. O daha yaxşı. Zülfiyyə xanım, bir dənə sual gəldi indi belə spontan başıma, çünki yaşadıklarımız o qədər oxşardı, danışırsınız o itki ilə bağlı. Bax, belə heç düşünmüsüz ki, birdən belə bir lütf olsa ki, bir gün bəxş olunub ki, düzdür, mümkün deyil, amma indi düşünəndə də məndə o ki, qayıdıb həmən insan, məsələn, anavız, mənim də itirdiyim, o günü onunla necə keçirdərdiniz? Açığı anamı istəməzdim. Çünki pis yaxşı düşünürəm ki, mənim anam ömrün az çox yaşaya bilib. Anamı istəməzdim. Belə deyim, başqa bir doğmamı istəyərdim amma. Bacımıza. Həyatınızda elə bir an oldu Zülfiyyə xanım ki, bütün qapılar üzünüzə bağlandı. Fikirləşdiniz ki, bu artıq sondur və siz yenidən başladınız. Yox. Mən həyatda nə olursa olsun ümidi görən adamam, yəni. Ən belə biz deyirik o çıxılmaz halımızda belə mən həmişə hər şeyə nəyisə düzəldə bilmirik. Gedən şeyi də qaytara bilmirik, amma mən həmişə ümidli olmuşam. Yəni mən heç vaxt qoymam. O qarmaşaların içində belə nəsə tapmalıyam mütləq. Yəni nəsə tapıb yapışmalısan yaşamağa görə. İstər bu işdə də olsun, istər şəxsi belə deyim taley yolumuzda olsun. Yox, elə bir durum olmayıb. Ki qapılar heç vaxtı şükür Allaha ki, həmişə. Çünki mən ürəyimlə həmişə düşünürəm, yəni bir qapı bağlananda bir qapı açılır. Mütləq açılacaq. Yəni insanın həmişə ümidi olmalıdır nəyəsə tutunub yaşamağa. 100%. Ən pis halda bizə əhvalımız olmayanda mən evə gedəndə mən baxıb üzünə xoşbəxt olacaqlarım var. Nə gözəl. Belə baxıram, o mənə bəs eləyir. Nəsə olur da işdə də düz gətirməyən şeylər olur. Nəsə istər teatrda, istər belə deyim çəkiliş sektorunda, film sektorunda nəsə olur, baş verir, səni biraz sıxa bilən vəziyyətlər olur. Onda belə, yəni mən belə deyim, enerji alacağım mütləq yerlər var. Qoymaram heç vaxt o qapı bağlansa. Qapının bağlanmağı o deməkdir ki, sən həyatı dərin depressiya ilə yaşayırsan və ya orada ilişib qalmısan. Mən heç vaxt özümü orada ilişib qalmağa rəva görməmişəm. Yəni özümü oradan çıxartmağı bacaran adamam. Heç kim olmasa da elə özüm hərdən deyirəm bir orduya bərabərəm, özümü oradan çıxarda bilərəm. Nə gözəl. Demək ki, həmişə hər zaman Allah sizin yanınızdadır. Yəni mən ondan çox danışıram içimdə. Mənim üçün bəzən yetərli olur. Ən sadiq dost. Dediniz, məsəl üçün anaya nə zaman doğmalarımıza ehtiyac olur? Bax biz haqsızlıq görəndə ehtiyac hiss edirik. Fikirləşirik ki, o olsaydı, bəlkə olsaydı da eyni haqsızlıq olunacaqdı bizə. Amma biz fikirləşirik, xəstələnəndə tez-tez xatırlayırıq doğmalarımızı, zaten xatırlayırıq, onsuz da xatırlayırıq. Amma ən çox ehtiyacımız olan anlar uşaqlaşdığımız anlar olur. Kimsə bizim qəlbimizə dəyəndə, kimsə bizə haqsızlıq eləyəndə, xəstələnəndə, çıxılmaz halda olanda, yolu geç tapanda o vəziyyətdən, nəyinsə öhdəliyini götürəndə, o kiminsə məsləhətinə ehtiyacı olanda. Mən məsəl üçün çox sevən adamam, bəlkə bunu çoxu sevmir. Evdə bir bizdən böyük yaşlı bir insan olmasının tərəfdarıyam. Mənim üçün çox gözəl bir şeydir. Yəni mən çox sevirəm belə şeyləri. Ola bilər xarakterlərdə, bəzən valideynimizlə də nəyisə üst-üstə düşmür fikirlərimiz. Amma onun o varlığı evdə biz niyə çox cavan insanla məsləhət almırıq? Çox cavandan biz nadirən məsləhət alarıq, düzdür? Düzdür. Həmişə bizim ehtiyacımız
məsləhətə ehtiyac olduğu anda bizdən böyüklər olur. Bax bu oldu. Səncə necə eləyim? Çox Təcrübə. nadir hallarda yaşdan balacadan yaşda bizdən balaca olandan məsləhət alarıq. Həmişə elə bir ehtiyacımız var ki, bizdən böyükdən alaq. Mən çox sevirəm, yəni həqiqətən evdə başqa birinin, böyük bir adamın bizdən olması. Bizdən böyük bir insanın bir evdə nəfəsinin gedib gəlməsi mənim üçün yəni lütfdür. Çox yaxşı bir hissdir. Nə gözəl. Allah hər evdən o Amin inşallah. nəfəsi kəsməsin. Amin. Hər uğurlu insanın həyatında bir təkan anı olur. Tək anındakı o təkan. Sizin həyatınızda tamamilə dəyişən o an nə olub? Həmin hadisədən əvvəl və sonra düşüncə tərzinizdə nə dəyişibdi? Bax, o təkan alından sonra. 2020-dən sonra hər şey dəyişib. Yenə deyirəm, vizual olaraq dəyişməyə bilərəm. Münasibət olaraq dəyişməyə bilərəm insanlara. Görüntüdən gedir söhbət. Amma mən içimdəki əvvəlki mənin qalmadığını bilirəm. Çox qəribədir. Biraz vecsizləşirsən. Biraz vəhşiləşirsən. Məcburiyyətdən. Biraz daha kəskinləşirsən. Çünki bu da məcburiyyətdən doğandır. Sən hər şeyə sinə gərə-gərə yumuşaq qala bilməsən. Bir kimin sözü idi bilmirəm, deyir həyatda tək başına mübarizə aparan qadının gözü yumuşaq ola bilməz. Belə bir söz oxumuşdum. Çox doğru söz idi. Elə bildim məni ifadə eləyir o fikirlər. Bütün məncə tək mübarizə eləyən qadınlar. Yəni o mümkün deyil ki, sən tək mübarizə aparasan hər şeylə və sən çox belə aşırı dərəcədə həlim, aşırı dərəcədə hər şeylə razılaşan, çox belə xüsusi manieraları, jestləri olan qadınlar kimi qalasan, bu mümkün deyil. Səndə bir növ hər şey paralel gedir. Qadın mübarizəsi ilə xanım vizual olaraq, cinsiyyət olaraq sən xanım kimi bir qadın dünyaya gəlmirsən bir. Amma sən onun böyründə bir elə bil düz yaraşdırmıram. Kaş ki hamımız elə incə qalsaq, zərif qalsaq, heç nə bizi dəyişməsə həyatda. Bir növ elə bir kişiyə aid bəzi xarakterləri də özündə kəşf eləyirsən. Daha kəskinliyi, mübarizliyi, daha başqa şeylər kəşf eləyirsən. Məsələn, mən 2020-dən sonra belə şeyləri özümdə kəşf eləmişəm. Məsələn, öz-özünə fikirləşsən ki, təkəm, deməli hər şeyi tək eləməliyəm, burada tək gedirəm, bunun da mübarizəsini tək aparıram, burada da öhdəliyi tək götürürəm, burada da tək. Yaxşı bir şeydirmi? Xeyr, yaxşı bir şey deyil. Yenə deyirəm, bu bir növ əlacsızlıqdan, yəni biz məcburiyyətdən olur. Amma olur, fakt budur ki, bu olur da, yəni. O 2020-dən sonra çox dəyişmişəm. Özümü bəzən tanımıram. Özümdən nəyisə içimdə danışanda deyirəm, sən belə deyildin, axı necə dəyişdin? Necə sən çox kövrək idin, çox romantik qız idin, çox həlimliyi itirdin daxilən. Həmişə sərt görünə bilərəm, amma içimdəki o həlimlik var idi, onu həmişə qoruyurdum. İndi də var. Amma indi onu heç kimə göstərmirəm. Lazım deyil çünki. İnşallah ki, o an gələcək, onu da göstərəcəksiniz. Hər anın bir hökmü var, mən ona inanıram və səbrli insanlar mütləq o ana çatırlar. Çünki səbr eləyən dərviş muradına ərmiş, o sözə mən çox inanıram. Bəzən Allah insanı əvvəl sınaqdan keçirir ki, yəni sizin sınaqlarınız yetərincə olur, sonra mükafatlandırır, belə deyirlər. Siz öz həyatınızda bunun doğruluğunu hiss etmisiniz? Bax, deməli çox qəribə bir cümlədir. Baxın, məsələn, nəsə olur, mənim doğmalarım da deyir, yəni doğmalaşdırdığım daha doğrusu insanlar da deyirlər ki, bax sən görəcəksən, bunun mükafatı sənə necə veriləcək. Bu söz biraz mənə çox qəribə gəlir. Niyə görə? Məsələn, mən həyatda elədiyim heç bir şeyi mükafat üçün eləməmişəm və eləmirəm. Nə gözəl. Yəni mən o insanlar var, mən bunu eləyim. Çünki bu yolda bunlara kömək olum. Mən orada heç bir zaman. Tam səmimi deyirəm. Mən mükafat üçün iş görən insan deyiləm. Nə şəxsi ailə həyatımızda, yəni düşdüyüm vəziyyətləri idarə eləmək baxımından, nə işimdə mən bu işimi görüm,
bu rolu oynayıb məni mükafatlandıracaq. Bu filmə çəkilim məni mükafatlandıracaq. Bu öhdəlikləri götürüb mənim belə deyim leksikonumda, yəni daxilimdə ümumiyyətlə bir də bu məni mükafatlandırsın deyə umduğum bir şey yoxdur. Nə gözəl. Əsl iman. Mən bunu lazım olduğu üçün, lazım bildiyim üçün, vicdanım buna yol verdiyi üçün, aşırı vicdan tərəzim düzgün ölçdüyü üçün və sevgi üçün eləyirəm hər şeyi. Nə gözəl. Hər şey işim üçün də keçərlidir, şəxsi yaşantım üçün də. Mən hər şeyi istəyərək, bilərək, sevərək, seçərək eləyirəm. Nə gözəl. Ya vicdan, yəni ki, mən bunu burada vicdanlı davranım, məni mükafatlandırsın Tanrı. Burada düz hərəkət eləyim, mükafatlandırsın. O məni görür, o məni. Yox, mənim özümün elementar. Öz-özümlə qalanda rahatçılığım mənə bəsdir. Vicdan. Bu mənim üçün elə mükafatdır. Mən o rahatçılıq tapıram, rahatam hər mənada. Hər bir şeydə, işimdə, işdə əgər idarə eləmişəmsə, belə deyim, yaxşı dəyərləndirməmişəmsə bu şansı, yəni onun mükafatını gözləməyin yeri yoxdur. Yaxşı eləmişəmsə də gözləməyin yeri yoxdur. Nə gözəl. Mən bunu özümə görə eləmişəm. Təmənnasız. Təmənnası nə ehtiyacı var ki? Biz hər şeyin mükafatını gözləyə-gözləyə ömrü yola verə bilərik. Amma həyatın gedişatında yaxşı şeylər başına gəlirsə, təbii ki, çox qəribədir, bağlayırsan ona. Mükafata bağlamırsan. Fikirlərsən, nə qəribə oldu. Ailə ədalətə bağlıyıq. Hə, ədalətə bağlı, amma mükafata yox. Çünki mən sizlə. Mən düşünmürəm ki, Tanrı mənə elədiklərimə görə məni mükafatlandırsın. O mütləq mükafatlandıracaq. İstəmirəm. Buna görədirsə istəmirəm. Mən elə bil onda bir növ alış-veriş mübadiləsi eləmiş oluram. Gəl sən mənə bunu elə, mən də bunu eləyim deyirəm. Mənim üçün elə öz vicdanım bəsdir. Ən gözəl. Mənə elə sağ olsun ki, həmişə deyirəm. Məni daxilən vicdan, xaricən biz vicdanlı kimi hamıya görünə bilərik. Vicdanı haqqında böyük nitqlər deyə bilərik. Bu mübarizə meydan belə danışa biz çox vicdanlıyıq və s. Amma biz yatanda bilirik ki, nə qədər doğrudan hər kəsi allatmaq olar, bir dənə onu allatmaq olmur. Mən elə ona təşəkkür edirəm. Mən elə belə, yəni belə mənəviyyatla, yəni bu dünyaya ən böyük mükafatı verib də zaten vicdan rahatlığını. Ondan bəlkə də insanlar var. Mən özüm həmişə fikirləşirəm ki, bu haqsızlığı eləyən adam, məsələn, mən bir balaca bir şey eləyəndə özümə yer tapmıram. Hara qoyacağımı özümü bilmirəm. Görürsən, bunu eləyən adamlar özlərini hara qoyurlar? Mən özümü hara qoyacağımı bilmirəm. Bir balaca mənim tərəzimə görə vicdansız hərəkət eləmişəmsə, mən özümü hara qoyacağımı bilmirəm. Halbuki bunu müzakirə edirəm. Səncə doğru elədim, eləmədim. Sirrimi bölüşdüyüm adamla ki, deyir, yox, burada heç bir şey yoxdur, adi bir şeydir. Yenə də mən rahatlıq tapıram. Görəsən, fikirləşirəm, bu boyda bir-birimizə vicdansızlıq eləyirik də, kimsə mənə eləyir. Bu özünü hara qoyur, yatır. O vicdanı hara qoyur, rahat yatır. Gözlədiyi mükafatın qutusunun içinə. Yəni. Yəni, fərq bundadır. Bəzən Allah münasibətimizi uşaqlıqdan nətərsə dəyişib. Bu münasibət qorxu üzərindən qurula bilər, sevgi üzərində, yoxsa tam bir təslimiyyət üzərində. Məsələn, sizdə onunla o münasibətin dəyişməyi nə üzərində qurulubdu? Qorxu, sevgi, yoxsa təslimiyyət? Baxır nəyə və kimə münasibətdən gedir söhbət? Ona. Tanrıya münasibətdən gedirsə bir növ təslimiyyətdir. Əvvəl mən düşünürəm ki, uşaq vaxtı qorxu üstündə qurulur. Çünki bizi qorxuzurlar. Yəni istər-istəməz ki, bunu eləmə Tanrı görür, bunu eləmə Allah görür və s. Uşaq vaxtı istər heyvanlara münasibətdə, belə deyim də, canlılara münasibətdə biraz uşaq olanda qorxu üstündə. Amma həyatı dərindən anlamaya başladığın vaxt, hansı zamanda ki, sən artıq anlayırsan və müəyyən yaşantıların olur, sən artıq təslimiyyətə buraxırsan hər şeyi. Bilirsən ki, onun yazdığından çıxa bilməyəcəksən. Neynəsən də. Yəni, atıl düş, istəyirsən, hara özünü gizləsən,
deyir hara gedir əcəl onu tapır kimi. Əgər sənə bu yazılıbsa, əcəl olmasın başqa bir şey. Taleyin bir yolu olsun. Təbii ki, məsələ təkcə Tanrıya hər şeyi buraxmaq lazım deyil, deyir. Səndən hərəkət, məndən də bərəkət. Amma müəyyən şeylər var ki, orada mütləq təslimiyyət olmalıdır. Mübarizəni aparırsan, bir yerdən sonra sən anlayırsan ki, bu mübarizəni yaxşı mənada vicdanın da rahat olur. Sən o mübarizəni apardın. Amma bir yerdən sonra eləyəcəyin bir şey qalmayanda başa düşürsən ki, sən təslim olmalısan. Ən gözəl seçim deyil. Hə, təslim olmalısan. Təqva. Uşaq vaxtı düşünürəm, biraz qorxu üstündə var idi. Sevgi və qorxu üstündə. İndi sevgi ilə təslimiyyət qalır. Ən gözəli. Çünki uşaq vaxtı biz dərk eləmirdik hər şeyin bu qədər belə olduğunu. Yəni bir hadisə baş verəndə, kimsə kövrələndə fikirləşirdim ki, niyə kövrəlir? Adi bir şeydir, adi gəlirdi sənə. Zamanla yaşın irəlilədikcə, sən artıq o adamların yaşına gəldikcə, onların niyə kövrəldiyini anlayırsan. Bir də Zülfiyə xanım, kövrəlmək, siz aktrisasınız, daha gözəl bunu bilərsiniz. Yeganə hissdir ki, onu riya ilə eləmək olmur. Bəzən onu da eləyirlər. Bilirsiniz, məncə o sezilir. Amma o deyir peşəkara, mən görmüşəm riya ilə eləyənlər. Doğrudan. Yəni sıxıb göz yaşı gəlməyib. Məsələ göz yaşından getmir. Mən bayaq fikrimi başda dedim, göz insanı allatmır. Yeganə səs tonu da allada bilər insanı. Səslə allada bilərsən. Kədərli olub, şən səs tonu ilə danışa bilərsən. Mən dəfələrlə olub. Ağlamışam. Demişəm ki, soruşublar, niyə səsin dəyişib? Demişəm, qripəm. Allergiyam var. 100 dənə bəhanələr demişəm. Ta ki, o mövzudan yayındırana qədər. Çünki özümə aid şeylərim olub, istəməmişəm qarşıda gələ bilsin ki, nəsə ona toxunan bir məsələ var deyə mən kədərlənmişəm. Peşəkarlıq yəqin ki, bəli, peşəkarcasına onu mövzudan uzaqla. Səs tonu allada bilər, jestini allada bilər, mimikanı allada bilər. Yeganə allatmayan şey gözündür. Göz insanı allatmır. Qəlbin aynası. Qəlbin aynası. Ona görə göz ürəkdən su içir. Niyə görə biz elementar kamera qarşısında deyirik ki, bu aktyor çox təbii oynayır. Qəribə gözləri var, təbii baxır. Niyə? Çünki ürəyi işləyir. Çox qəribədir Zülfiyə xanım. Uzun illər bundan öncə cərrahiyyədə mən fəaliyyət göstərirdim. Nəyə fikir verirdim? İndi siz belə düşdünüz, o yadıma düşdü. İnsanlar olurdu ki, total üzün dəyişirdik. Tam. Yəni üzündə bir dənə əvvəlki belə deyim, cizgidən əlamət yox idi. Baxış dəyişmir. Və ilk otağa girəndə hansı enerjini yansıtırdısa, məsələn, girən kimi biz deyirdik ki, nəsə bu yaxşı adama oxşamır gözündən. Bütün cizgiləri dəyişib ideal olduğu təqdirdə belə yenə gəlirdi illər sonra, yenə o gözlər həmən gözlər idi. Bəs niyə insanlar illər sonra bir-birinə bir dənə gözündən tanıdım? Yaşlana bilər, dəyişə bilər. Baxış dəyişmir. Baxış dəyişmir. Baxışın yansıtdığı enerji dəyişmir. O içindəki o qəlbin yansıtdığı işıq var ha. O dəyişmir. Mən həmişə deyirəm, nə başımıza gəlir gəlsin, o gözümüzün işığı sönməsin. O deməkdir ki, elə ürəyimizdə sönür, həqiqətən. Ürək sönəndə göz də sönür. Biz məsələn çox istədiyimiz adamlara baxanda gözümüz gülür. Mən özümü müşahidə eləyə yaşayıram. Mən əgər sizi çox istəyirəmsə, mən sizə sevgi ilə baxacağam, gözlərim işıqlanacaq. Amma Allah uzaq etsin, siz mənim qəlbimə dəymisinizsə, mənə qarşı haqsızlıq eləmisinizsə, heç layiq olmadığım bir rəftarı göstərmisinizsə, mən içimdə sizə sönəcəm, əvvəlki sevgi ilə baxa bilmirəm. 100%. Mən həmişə küsdüyüm insanlardan, sözdə küsdüyüm yox, cəmiyyət hamı bilə bilər ki, mən ondan danışıram. Amma mən qəlbən küsdüyüm insanlarla göz-gözə gəlmirəm. Çünki mənim gözümün ifadəsi onlara qarşı dəyişir. Nifrət deməyim, qəribə bir küskünlük olur gözümdə. Biganəlik, küskünlük, ağrı olur. Mən istəmirəm o onu hiss eləsin. Bilsin ki, mən ondan küsmüşəm, onun elədikləri mənə toxunub deyə küsmüşəm. Özünü önəmli bir yerə qoya bilməsin deyə onu gizlədirəm çox halda. Amma yəni ağlamağı çox bəzi adamlar imitasiya eləyə bilirlər, çox yaxşı eləyirlər, amma peşəkarı eləyə bilmirlər. Yəni Allahın yaratdığı o kövrəlmə ələ verir özünü. Yəqin ki, olub ki, elə bir duavız ki, içdən istəmisiniz, gecikib və yaxud da həyata keçməyib, amma keçməyəndə başa düşmüsünüz ki, sizə daha gözəl bir ərmağan verəcək. Gecikən şeylərim var.
bu zamana qədər. Keçmişə baxanda fikirləşmişəm, nə yaxşı olmadı. Mənə aid yer deyildi. Nə gözəl. Fikirləşmişəm. Mən bunu istəyirəm deyə belə fikirləşməmişəm. Gedişat belə gedib. Arxaya baxanda o hadisələrin, o yerlərin, o insanların mənə layiq olmadığını biləndən sonra başa düşmüşəm. Biz o an istədiyimiz an hadisənin baş verməsini kör-körənə istəyirik. Elə hər gün dua eləyirik. Kaş ki ola, kaş ki ola. Ən azından mən dua eləyən adamam. Fikirləşirəm. Həmin an olmayanda da çox üzülürsən. Fikirləşirsən, niyə olmadı? Görəsən səsimi eşitmədi. Görəsən duanı necə eləyim daha tez çatsın. Amma olmayandan sonra bir dönəm axara düşüb yaşayırsan, arxaya baxanda başa düşürsən ki, əslində nə qədər şey qazanmısan. Üsyanlar olurdu həmin anda. Bəs oradan necə çıxırdınız? O anda olmayıb. Başqa şeylərdə üsyanlarım olub. O itkilər vaxtı. Bəli, olub. Yalandan mən deyim ki, indi çəkirik deyə, efirə yayımlanacaq deyə mən üsyan eləməmişəm. Mən həmişə mükəmməl bəndə olmuşam, həmişə dualı bəndə olmuşam, təşəkkürlü bəndə olmuşam. Xeyr. İnsanın acısı olanda üsyan eləyir. Mümkün deyil başqa cür. Bəs necə çıxdınız o? Bax, məhz o halınızda. Təslimiyyət məsələsidir də. O da yəqin illər Bəli, sonra tədricən təslimiyyət. gəldi. Daha betərin. Mənim anam rəhmətə getmişdi. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Məzarına gələnlər deyirdi ki, Allah Zülfə betərini yaşatmasın. Üsyan eləyirdim. Fikirləşirdim, üzr istəyirəm. Psixoloji problemləri var, nədir bunların? Betəri nə ola bilər ki? Ana ölümündən başqa. Çox şey ola bilər. Sonra başa düşürsən. Betəri nə ola bilər? Fikirləşirdim. İndi fikirləşirəm ki, deməli betərin betəri də var. Vardı. Mən indi həyatda, yəni doğmalarıma, məndən yaşda balaca olan doğmalarıma da deyirəm. Birinci dərəcəli doğmalarımdan gedir söhbət. Bacım övladlarına da deyirəm. Şükür eləyək. Bizdə belə hadisələr var, bildiyim hadisələr var. Çox hadisələr var ki, başqa cür olur durumlar. Başqa yerlərə qoyulur uşaqlar və s. Çox hadisələr, xırdalığına getməyəcəm. Çox hadisə, mən də onlara deyirəm ki, biz şükür eləyək. Belə var, belədir, mübarizə aparırıq, həmişə mübarizədə yanınızdayam. Sizi də belə böyütməyə çalışacağam ki, haqqınızı istəyə biləsiniz, sakit olmayasınız, bu dünya sakitləri udacaq. Ya onlara bunu deyirəm və betər şeylər gördüyüm üçün təsəllim olur və təslimiyyətin olur və üsyanların yavaşlayır. Yəni mən deyim ki, mən üsyan eləməmişəm, həmişə dualı olmuşam, demişəm ki, belə yox. İnsan ağrı görəndə özündən asılı olmur, üsyan eləməyə başlayır. Düzdür. Bir də bir ifadə var, o da adama, o yaxın adamı itirəndən sonra o deyir sıralı ölümün sıralı ölüm. Bax, o çox doğru. Çox doğru. Məsələn, insan əvvəl onu dərk eləmir. Amma sonradan başa düşürsən ki, nə qədər ağırlığı var o sözün. Bəli. Ki doğrudan da sıralı. Çünki mənim bu gün baxıb ölümün də sıralısı. Şükür baxmayaraq ki, həyat bizi ağır gedişatlarla sınayır, bizi deyəndə insanları mən öz adımdan danışıramsa, bu demək deyil, bu ağrını təkcə mən çəkirəm. Minlərlə insanlar bu ağrıları çəkir. Oxşar taleyləri yaşayan çox insanlar var. Amma mən bu durumun içində belə şükür eləyirəm. Çünki mənim baxıb belə necə izah eləyim? Belə qəlbimin belə sevgi ilə dolacağı çox şey var. Nə gözəl. Belə ürəyim böyüyəcəyi çox şey var. Demirəm, yəni mövzunun təkrarı çox şey var. Mənim evdə bacım, uşaqlar var, elə gözəldilər. Onlara baxanda ürəyim fərəhlə dolur. Onların münasibəti, harasa gəlirsən geyinib, sən nə gözəl görünürsən, xala sənə belə xoş sözlər deyirlər. İşdən gələndə darıxıb üstüvə qaçırlar. Bunlar yəni şükür elən necə o qədər gözəl şeylər. Mən həmişə deyirəm, düzdür, bizim daxilimizi, boşluğumuzu heç kəs doldura bilmir. Amma çox halda düşünürəm ki, onlar doldururlar. Doldururlar. O bayaq dediyiniz qapı məsələsi. Heç vaxt bağlanmır, doldurmur. Açılır. Amma sonra fikirləşirəm, niyə haqsızlıq eləyirəm? Doldururlar. Ən ağrılı anımızda belə onlara sarılırıq. Onlar sənə baxırlar, sevgi dolu. Bilirsən ki, sən bunlara nəyisə verməsən, götürəcək iqtidarda deyirlər. O yaşda deyirlər, sən belə gözəl, belə xoşbəxt olursan. Danışanda belə gözümüz gülür. Yararlı olmaq çox xoşbəxt olmaq demək. Hər adama nəsib olmur, yararlı olmaq.
Mənim rəhmətli atam deyərdi də özünüzdən yuxarıya baxıb fikir eləməkdənsə aşağıya baxıb şükür eləyin. Mütləq. O çox gözəl sözdür. Bir də evdə səni gözləyənlərin olması qədər yaxşı bir şey yoxdur. Tələsməlisən. Çox böyük xoşbəxtlik. Siz illərdir artıq tanınmış simasınız. Bu tanınmaq sizdən hansı azadlıqları alıb, nədən məhrum eləyib sizi? Bax bir xanım kimi, ümumiyyətcə bir fərd kimi. Azadlığımı almayıb, biraz yüngül bir şəkildə sərbəst. Azadlıqla məncə sərbəstlik arasında biraz fərqi mən görürəm. Yəni yenə də eyni şəkildə özümü həyatda ifadə eləyirəm. Yəni həyat yaşantımda bir dəyişiklik yoxdur, amma müəyyən şeylər var ki, əlbəttə onları kontrolda saxlayırsan. Yəni istər-istəməz məcbursan. Yaşamın axarına düşürsənsə, biraz tanıyırlar, biraz daha etik deməlisən, malalayırsan bəzi vəziyyətləri olur, yəni səmimi desən, hə, çox almır. Məsələn, mən həmişəki sərbəstliyimlə, hər şeyimi azadlığımla eləyirəm. Özümə aid şeylərin hamısını yenə özüm eləyirəm. Amma müəyyən şeylər var ki, onda elə bil yüngül çərçivə eləyirsən, yüngül çərçivə eləyirsən ki, çox da belə sərt görünməsin burada mövqeyin, çünki səni tanıyırlar istərsən. Təzə daha çox şey eləyirdi, təzə belə deyim də, çəkilməyə başlayan dövrlərdə. Sonra başa düşürsən ki, sən buna çox köklənib yaşasan, gərək səsini çıxartmayasan cəmiyyətdə. Ona görə rahatçılıq. O xarakterlilik. Növbəti sualdır. Sizə görə haqsızlığa bəzi insanlar deyir ki, görüb susmaq müdriklikdir. Bəs haqsızlığı görüb əksinə özündə cəsarəti tapıb ona təpki vermək hansı sizə yaxındır? Başqalarına qədər qarşı olan haqsızlığa səsimi həmişə çıxardıram. Özümə qarşı da olan haqsızlığa çıxardıram. Amma bəzi durumlarda olur ki, o haqsızlıq səsi çıxartmaq yox, zaman istəyir. Zaman. Bəzi insanlar olur ki, həyatda bizi manipulə eləyirlər. Haqsızlıq eləyərək ki, o anda bilirlər ki, sən emosional insansan, hissləri üzdəsən, tez reaksiya verə bilərsən, çox belə coşqulu adamsan, fikirləri səsli şəkildə gözəl ifadə eləyirsən, o bilir onu, o səni ona görə manipulə eləyir ki, o an səsini çıxardasan, daha çox haqsızlıq eləsin sənə. Mən də zamanın verdiyi təcrübəyə əsasən o rahatçılığı, o lüksu onlara vermirəm. Sakit dururam, deyirəm onsuz da yuxarıdakı hər şeyi həll eləyəcək və həqiqətən Cənab-ı Haqq var. Hər şey o qədər gözəl yerinə qoyur. Həmin adam bir gün adamlar və yaxud da gəlib deyirlər, falan şey oldu, deməli sənə qarşı bunu elədik, bu cür oldu. Gülürəm. Belə baxıram. O artıq baxışımdan bilir ki, bəs eləyəndə bilmirdi nəticəsi bu olacaq. Yəni hər şeyə elə görünür ki, mən hər şeyə səsimi çıxardıram, amma deyil. Bəzi şeyləri özümə aid, şəxsi məsələlərə aid səssizliyimi çox vaxt qoruyuram. İşə aid yox, şəxsi məsələlərə aid səssizliyimi qoruyuram. Orada ona buraxırsınız. Orada ona buraxıram. Amma onsuz da zaman peşman eləyəcək. Tanrı peşman eləyib. O deyir, dərman başını nə qədər ağrıdırsa, hər şey dərman dolanğacdan keçir. Nədir? Belə bir məsəl var. Ki, yəni o mütləq oradan dolanır, gəlir. Gələcək ora. O gəlib deyəcək, üzrün istəyəcək. Ola bilər 1 ay sonraya, 2 ay sonraya. Amma gələcək. Biz də haqsızlıq eləmişiksə, mütləq haqsızlıq elədiyimiz yerə gedirik. Deyir, cinayətkarlar həmişə cinayət məhəlləsinə qayıdırlar. 100%. Yaponların bir oxşar atalar misalı var. Deyir, sən səbirli ol, otur çayın qırağında, çay sənin düşməlimin cəsədini bir gün yanından aparacaq. Mütləq. Mən ona inanıram. Yəni ki, çox maraqlı əslində bir. Necə idi o məsəl? Deyir, dərman çax-çax başın ağrıdır, dərman bildiyini eləyir. Sən başına ağrıt, mənə elə oları. Onsuz da gələcəksən. Hər şey deyir, mütləq dolanaqdan keçir də. Mütləq o, mütləq. Atdın o qayıdırsan. Hər şeyə mən elə görünür ki, hər şeyə yəni reaksiya verirəm. Yox. Düşünün ki, 50% eləyirəm. Özümə aid heç bir şey eləmirəm. Şəxsimə aid toxunan heç bir şeyə səsimi çıxartıram. Şəxsi məsələlərdən gedir. Ona gəlib çatmaq özü də çox çətindir. Çünki mənim üçün mənasızdır. Ən gözəl reaksiya reaksiyasızlıqdır. Heç bir reaksiya verməyəcəksən baş verən hadisəyə.
sakitliyi qoruyacaqsan, o səni ora aparmaq istəyəcək ki, birə kəssin, qurtardı hər şeyi. Sakit dayan yerində. Hosto peşmançılığa hamı yaşayır. Biz də yaşamışıq nədəsə, haqsızlıq eləmişiksə. Düzdür, mən o peşmançılığı yaşamayım deyə çalışıram, haqsızlıq eləməyim. O axşam yatanda vicdanı. Ona görə rahatam. Hər adam o sualı vermir axı ki, gecə yatanda vicdanımı hara qoyacağam. Mən günü gündəlik kimi qarşıma sərirəm. Bunu elədim, burada bunu eləsəm doğru deyildi. Sabah onu mütləq düzəldəcəm, bu cür olacaq. Mütləq. Çevrənizdə özünüz kimi nə qədər insan var? Barmaq sayı qədər var, yoxsa heç barmaq sayı deyil? Çevrəmdə çox adam var. Aha. Amma özüm kimi olub olmadıqları, yəni sual altındadır. Çünki mən çevrəmdəki insanları çox istəyirəm, hörmət eləyirəm. Amma münasibəti o həddə gətirmirəm. Mən ancaq ki, onların daxilini bilim, onların vicdan tərəzilərini bilim. Mən özümə sirdaş seçdiyim adama və yaxud da adamlara cavab deyirəm. Onlardan arxayınam ki, onlar ən azından mənim kimi, heç olmasa mənim 80%-im də varsa, uyğunlaşmaq belə şeyiniz var da ki, uyğunlaşırıq ki, bir 80%, 90% ki, biz vicdan olaraq, dünyaya baxış olaraq, haqsızlıq olaraq eyni baxırıq vəziyyətlərə. Amma insanları belə, çünki insanlar çox tez dəyişirlər. Çox tez. Vəziyyətə ayaq uydururlar. Mən də ayaq uydururam. Necə uydururam? İşdə uydururam. Çünki heç kəsi evimizə aparmayacağıq. Bəli. Ona görə məcburuq ki, düşdüyümüz mühitə ayaq uyduraq, insanlarla münasibətə. Amma ayaq uydurmaq başqa bir şeydir. Yaxşı mənada işə bir qələmun kimi yanaşıb roldan rola keçmək başqa bir şeydir. İş prosesində. Amma sən xarakter və yaşayışla onu yansıdırsansa, bu tamam başqa bir şeydir. İşə lazımdır. Çünki işdə hər kəslə doğmalaşa bilməzsən, hər kəs sənin ailə üzvün deyil, xarakterini bilməyə bilər. Sən onu dəyişmə məcburiyyətində deyilsən. Yaxşı mənada idarə eləməlisən. Amma xarakterində sənin artıq dəyişkənlik varsa, bir dediyin söz o biri yerdə o birini tutmursa, bu artıq sənin xarakterini, yəni sual altında qoyur. Ona görə insanları çox dərindən çevrəmdəkiləri analiz eləmirəm. Çünki eləyəndə bir yerdə, başqa bir yerdə olduğundan fərqli davrandıqlarını görürəm, fikirləşirəm, özlərini görmürlər. Bu adama biraz aqressiya gətirir, onu da istəmirəm. Biraz yaxşı mənada vecdsizləşmiş. Olduğu yerdə buraxırsınız. Elə olduğu yerdə qalsa yaxşı. Onsuz da evimə aparmayacaq. 100%. Sonda soruşmaq istirdim Zülfiyə xanım. Baxın, indi bu müsahibəyə baxanlar, kimlər ki, itki yaşayıblar həyatda, haqsızlıq yaşayıblar, belə deyim də, həyatları o qədər də rahat olmayıb, ağır. Onlara burada nə mesaj vermək istəyərdiniz? Bax, nələr həyatda ki, bax, siz artıq bir təcrübə danışır. Hansı mesaj ötürmək istəyərdiniz? Yəqin ki, danışdıqlarımdan kifayət qədər mesaj götürmək, yəni belə deyim, iqtidarına malikdirlər də. İnşallah. Bir düşüncə olaraq. Amma heç bir ağrını ilk günkü kimi yaşamırsan və heç bir nə xoşbəxtliyimiz, nə ağrılı bir günümüz qalıcı deyil. Bu da keçər. Bu da keçər. Və həyatda nə olursa olsun, biz sevdiklərimizdən başqa bizi sevməyənlərə inad ayaq üstündə durmalıyıq. Məni sevdiklərimdən başqa sağ olsunlar, sevmədiyim insanlar və məni hiss eləyirəm ki, o enerji dedizi, o enerjidən hiss eləyirəm ki, bu mənə gülür, mənə əslində sevmir. Onlar məni ayaq üstündə saxladılar, çox sağ olsunlar. Var olsunlar. Var olsunlar. Həyatda bir şəkildə mübarizə gücümüz olmalıdır. Ya sevgi ilə, ya sevgisizlikdən. İkisini bir balansa qoyanda ümumiyyətlə lap güclü olursan. Yəni yaşamalısan, ömür sənə verilib. Yıkılmadım, ayaqdayım. Bəli, mütləq yaşamalısan. Çünki insanlar bir-birinin ağrısından, hamını demirəm, kifayət qədər insan bir-birinin ağrısından həzz alır. O həzzi onlara yaşatmalıyıq. Təəssüflər olsun ki. Sonda sizə arzulamaq istəyirəm. Bir müsahibələrinizdə demişdiniz ki, məşhur türk seriallarının birində qəhrəman xanım deyir ki, mən bu gəmidən xoşbəxt enəcəyəm. Bax, mən arzu edirəm Zülfiyə xanım, siz o arzu elədiyiniz gəmidən xoşbəxt enəsiniz ki, olacaq. Buna haqqınız var və mən də bu gün gördüm ki, o olacaq. İnşallah olacaq. Və onda bir də görüşərik, bir də danışarıq. Sağ olun ki, gəldiniz. Çox təşəkkür edirəm sizə. Sağ olun.